Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu günlərim yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlər üçün super türk kanallarına necə baxmaq olar, sadəcə internet vasitəsilə onları sizlərə başa salacağım. Əziz dostlar, bir dəqiqə zəhmət olmasa buranı tam dəqiq yerləşdirim. Aha. Əziz dostlar, türk kanallarına rahat şəkildə sadəcə internet vasitəsilə baxmaq istəyirsinizsə, zəhmət olmasa videomuza axıracan izləyin. Əziz dostlar, çalışıram ki, sizlər üçün ən yaxşısını və ən son modelləri çalışdıram ki, sizlər üçün göstərim. Əziz dostlar, bu günlərim kanallarımızda indi əgər şey eləsəz, indi rus kanallarda yaza bilərəm, amma bu günlərim sırf sizlərdən ötürü türk kanallarını yazacağam. Çünki insanlar var, futbola da baxmaq istəyir, onun üçün yəni bunları eləyəcəyik. Əziz dostlar, ilk öncə televizor proqramınızda, televizorunuzda Play Market'e gelirsiniz, Play Market hissəsinə və buradan televizor sözünü yazırsınız. Əziz dostlar, bu günlərim sizlər üçün çox super bir dənə proqram tapmışam. Həddindən artıq Android televizorlar üçün həqiqətən də çox xoşunuza gələcəkdir bu proqram. Həmin bax bu proqramda yazmanızı sizlərə məsləhət görürəm, çünki yəni bundan ayanası yoxdur. Həmişə televizyon tanıtmışam, indi bu günlərimdə bunu tanıdıram ki, yəni bu da qəşəng bir proqramdır. Həmin bax bunu burada da yaza bilərsiniz. OTT yazırsınız. Bax gözəl insanlar. Bax bu N hərfi olan var, bax bu. Bax bu N hərfi olan da super bir proqramdır. Hal-hazırda mən indi bu TV Box aparatları var. Halbuki biz satırıq, göndəririk müştərilərə. Son zamanlar bunda yazıram. Yəni həqiqətən xoşum gəlir bu proqram. Bilmirəm niyə. Ara yüzü eyni TV kanalları üçündür. Bəzi insanlar var ki, necə deyim sizlərə, bu proqramı bilmir, yeniliksə bilir. İndi bu proqramları indi sizə tövsiyə eləyəcəm bundan sonraki videoda. Bu proqramı necə aktiv eləmək olar, bu proqramı necə kanallar yazmaq olar, hamısını sıralı şəkildə sizlərə ətraflı şəkildə başa salacağam. Zəhmət olmasın, indi videomuzu axıracan izləyin. Bu günlərim indi bu videoda televizyon proqramında yazacağıq. Sonra isə bu proqramın bundan sonraki videomuzda həmin o proqramda yazacağıq. Necə işləyəcəyini də sizlərə göstərəcəm. Televizor sözünü yazırsınız. Elə televizor gəlir birbaşa. Bax, diqqətli şəkildə olun. Bax, həmin bu proqramda televizor IPTV. Bunun içinə daxil olursunuz, bunu yükləyirsiniz. Yüklədikdən sonra asponovkasını basırsınız və birincini basırsınız, gözəl hesab buradakını. Bax, burada gəlirsiniz, yeni ekstrem kod listəsinin üzərinə keçirsiniz. Bax, diqqətli şəkildə baxın. Deməli, birinciyə bax, artıq yazma hissəsinə keçirik. Zəhmət olmasa diqqətli şəkildə baxın ki, dəqiq baxa bilərsiniz videolarımıza. Bir də, bax, əziz dostlar, şəxsi özü üçün istəyənlər varsa, zəhmət olmasa WhatsApp nömrəmizi yorumların altına qoyuram, rəy bölməsinə, şərhlərə qoyuram. Oradan götürün, gözəl insanlar. Bir də, keyfiyyətli kanal istəyənlər varsa mənə yığsınlar. Yəni, falan yerdə falandır, falan yerdə falan deyil, o bizə adət yoxdur. Bizdə, yəni bu qiymətə deyil və keyfiyyətinə də cavab deyil, həqiqətən də. İndi işlədənlər də var, alanlar da var. Bir dənə çox sağ ol sözünü yorumların altında yazarlar, özlərini göstərərlər, bilərlər necə işlədiklərini. Və əziz dostlar, indi isə yazmaq hissəsinə keçirik. Yenə də deyirəm, zəhmət olmasa bu videonu bura qədər izlədinsə, kanalımıza abunə olun, bəyəni verin və rəy bölməsində bunu yazın. İşlədikdən sonra rəy bölməsinə bir dənə çox sağ ol sözünü yazmağı bizlərdən əsirgəməyin. Artıq keçirik yazmağa. Artıq keçirik yazma hissəsinə. Diqqətli şəkildə baxın. Deməli, birinciyə həmişəki kimi öz adınızı yazırsınız. Mən yazdım, proqram qoydum. Deməli, ikinciyə
Diqqətli şəkildə baxın əziz dostlar. Bir də nəzərinizə çatdırım əziz dostlar, televiziya proqramının üstündə 3-4 dənə proqramı üst-üstə yığa bilirsiniz. Yəni bundan narahat olmayın. Yəni heç bir fərq eləmir həqiqətən. İşlətdikcə də özünüz görəcəksiniz. Bax, əziz dostlar, bir nöqtə belə səhv yazsanız həqiqətən işləməyəcəkdir. Yəni, bunlara fikir verin. Bir də, bəzi insanlar var, yorumlarda yazırlar. Əziz dostlar, bizim o köhnə videolara baxırsınız, onun yorumlarına baxın. Ən çox yorumlara baxın. Yorumlarda olanlar güncəllənir. Yəni, biz tərəfindən güncəllənir. Yorumlardakını yazın. Artıq yazdıq, qutardıq. İndi isə kanalların yüklənmə hissəsinə keçirik. Keçid eləyirik. Aha, artıq kanallarımız da gəldi. Deməli, Türkiyənin bütün kanalları hamısı buradadır. Əsas siz istəyən kanallarda həqiqətən. Əziz dostlar, bizim verdiyimiz lisenziyalı, halbuki siz almaq istəyirsiniz şəxsi, bu kanallardan deyil. Bu kanallar fərqli şeylərdir. Mən verdiyim fərqli şeylərdir. Əziz dostlar, bundan onu qatışdırmayın. Birdən adamlar olur, gəlir mən almaq istəyir. Səndə falan yerdə falan qədər şey vardı, filan. Xeyr. Biz verdiyimiz keyfiyyətli kanallar başqa cürədir. Bu bunlardan deyil. Yəni ondan nəzər saxlayın. Bu sadəcə olaraq sizlər üçün paylaşıram ki, adamlar var ki, evində məsəl üçün usta çağırır, usta gəlmir, və yaxud da hansısa bir problem var, və yaxud da maddi imkanı çatmır. Məsələn, maddi imkanı çatmır, evinə usta çağıra bilmir. Həmin o adamlar internetdə bir televizoru var, məsələn. Qoşur, işlədir, çıxır gedir də. Bu ən gözəli də elə budur. İndi isə bir iki dənəsində girək işləməyini də sizlərə göstərim. İşləməyini də sizlərə göstərim necə işləyir, əziz dostlar. Həqiqətən çox xoşunuza gələcəkdir. İşləməyi də necə işləyəcəyini də özünüz də biləcəksiniz. Televiziya proqramında, əziz dostlar, televiziya proqramında, səsini aşağı eləyim. Televiziya proqramında kanallarını çevirmək, bununla budur. Bu ikisidir. Və kanalları aşağı yuxarı çevirirsiniz, rahat şəkildə baxırsınız. Əziz dostlar, bu günlərim sizlər üçün ən super kanalları necə aktiv olunur sizlərə göstərdim. Kanalımıza abunə olmağı, like atmağı yaddan çıxartmayın. Sizlər bizlərdən ötürü çox dəyərlisiniz. Əziz dostlar, indi inşallah bundan sonraki bir videomuz kanal TV Box aparatının incələnməsi olacaqdır.
super bir dənə aparat göstərəcəm sizlərə. Yəni bunu almağınızı sizə tövsiyə edirəm. Bizlərdə var, bizlərə müraciət eləyin. Bizlər sizlər üçün ən yaxşılarını sizlər üçün gətizdirək. Heç bir yerdən də alıb aldanmayın həqiqətən. İzləmədə qalın, kanalımıza abunə olun. Hələlik.